Salam, hər vaxtınız xeyir olsun, dəyərli Sipsi Sport izləyiciləri. Sizi Şamaxı şəhər stadionundan salamlayırıq. Şamaxı öz meydanında Neftçini qəbul eləyir. Misir Premyer Liqasında 22-ci turun həyəcanı davam eləyir və biz də turun bu maraqlı qarşılaşmasına köklənirik. Düşünürəm ki, biz də yavaş-yavaş heyətlərə keçiş ola bilərik. Ev sahibi Şamaxı komandası qapıda 1, Ricardo Fernandes 5, komandanın kapitanı Arsen Ağcabəyov 2, Abdullah Rzayev, 97 Oruç Məmmədov, 82 Rüfət Abbasov, 7 Edgar Adilxanov, 9 Kərim Rossi, 13 Ricardo Apolinario, 11 Diogo Balao, 4 Sezar Enrique, 44 David Santos, baş məşqçi Ayxan Abbasov, qardaşmanın baş hakim Kamran bəy Rəhimov, köməkçilər Eyüp İbrahimov, Kərim Zeynalov, 4-cü hakim İnqilab Məmmədov vardı və avarda Cavid Cəllov və Pərvin Talıbov iş başındadır. Hakim inspektor Ceyhun Haşimov, AFF nümayəndəsi Elgiz Abbasov. Qonaq komanda Neftçi Ağqaralar, qapıda 13 Kənan Piriz, 8 komandanın kapitanı Emin Mahmudov, 15 Elvin Bədəlov, 7 Emil Səfərov, 77 Falaye Sako, 24 Mustafa Sek, 5 Igor Ribeiro, 18 İfeani Meteo, 9 Basala Sambu, 33 Breno Almeida yeni transferi komandanın bugün start 11'liğinde yer alıp Neftçi formasında ilk oyununa çıkacak ve 11 İmad Fərəz, Yuri Vernidov Ukraynalı mütəxəssisi çalıştırır Neftçi komandasını. Son yoxlanışları edir. Baş hakim hər şey hazırdır. Hər iki komandaya uğurlar. Oyunu sunucu Mustafa Kemal şərh edəcək. Geri çəkilir, sanki hər şey yenidən parlayır. Balao, ondan zərbə, ötürmə, Oruç Məmmədov. Başla zərbəsi qeyri-dəqiq alındı. Çox böyük təhlükə idi. Baxırıq. Fikir verin, burada top. Qola çevrilsəydi bu epizod təbii ki, baxılacaqdı. Balao isə burada bəli ötürmə eləyirdi. Zərbə vurmaq niyyətində deyildi, amma təhlükə kifayət qədər böyük alındı. Neftçinin qapısı öndə Ribeiro çatmadı, Piric çıxışda topu götürə bilmədi. Almeida, Breno Almeida 3 futbolçu var idi əhatəsində, topu rəqibə hədiyyə eləyir. Balao sola çevirdi, Kərim Rossi. Rossi baxdı qapıya zərbəsi, top Piricdə. Sevir, xoşlayır bu nöqtədən zərbələri indirməyi Kərim Rossi. Mustafa Sek. İmad Fərəc, önündə Abdullah Rzayev var. İmad Fərəc, Fərəcdən qapı önünü ötürmə, başla zərbə, alınmadı. Baxırıq, İmad Fərəc burada sıyrıldı, dərhal ötürmə verdi. Və bu da ilk hissənin final fiti. Komandalar paltar dəyişmə otağına qolsuz bərabərliyinə yollanırlar. Misir Premyer Liqası 23-ci turu çərçivəsində keçirilən Şamaxı Neftçi oyununda hələ ki hesab açılmayıb. Qolsuz bərabərliyi var. Biz də nəfəsləri təxminən 12-14 dəqiqədən sonra yenidən birlikdə olacağıq. Qətiyyən kanala dəyişmirsiniz. Arzulayırıq ki, ikinci hissə daha maraqlı olsun. Daha çox qapılar önündə təhlükəli vəziyyətlərin sayı çox olsun. İkinci hissə başlayır. Uğurlar, Şamaxı uğurlar Neftçi. Sağ çarpaz, Ştogrin. Önündə Rüfət var. Ştogrin. Ayaq saxladı, pauzu ilə rəqibini keçdi. Emin Mahmudov, Emindən qapı önünə, başla zərbə! Fernandes! Nəhayət ki, Şamaxının qapıçısını iş başında gördü. Ricardo Fernandes komandasını qoldan xilas eləyir. 100% qol epizodu. Arda-arda hücumlar, bu epizod Şamaxının qapısı önündə böyük təhlükə idi. Başla zərbədən sonra Fernandes kritik seyvlə yadda qalır. Eminin ötürməsi, Almeida'nın zərbəsi, Fernandes'in seyvi. Abakardan öncə Breno Almeida topa baş qoydu. Fernandes də eyni gözəllikdə topu qapıdan çıxarır. Gerideydi, amma topu komandasına qazanır. Kapitan iş başında. Emin Mahmudov. Emin sağında, Emil irəlidə Abubakar. Emil Səfərovla oynadı. Emildən yerini ötürmə. Vensan Abubakar! 1-0 Neftçi Şamaxı səfərində. Vensan Abubakarın qolu ilə hesab irəli keçir. Vensan Abubakar, mən buradayam, oyundayam, formadayam deyir. Neftçi öndə olan tərəfdə. Neftçi 1, Şamaxı 0. İstədiyi qolu vurur Neftçi futbolçuları. 1 saatın tamamında Emin Mahmudovun aktivinə yazılan epizoddur. 3 dəfə komandasına topu qazandırdı. Komandanın arxasınca aparan adam rolunu kapitan oynadı. Həlledici anda Emin Mahmudov danışdı. Bax, liderliyi budur. Çətin anda önə çıxmaq budur. Bunu bacaran futbolçu şübhəsiz ki, komandanın da kapitanı olmağa layiqdir.
Bunu da ötürmə gəldi. Qapı önünə! Top qapıdan keçmədi. Qayda da pozulmuşdu, amma necə böyük təhlükə idi Neftçinin qapısı önündə Şamaxı futbolçularından. Əsas vaxtın sonlarına doğru irəliləyir. Neftçi səfərdə Şamaxını 1-0 məğlub eləyir Abbakarın qolu ilə. Rüfət Abbasovdan qapı önünə ötürmə. Ribeiro buraxdı. Şaybu topa toxuna bilmədi. Həmlə Abdullah Rzoyev. Kərim Rossi daha bir zərbə. Bax, bu da Kənan Piriçsi. Əsəbə halda bu epizoda reaksiyası. Burada ötürmə anında Abdullah Şaybu oyundan kənar vəziyyətdə idi. Sanki gün zərbəsi Şamaxıdan. Şamaxı hücumları daha da təhlükəli olmağa başlayır. Ötürmələr gəldi. Top qapıdan keçir 1-1. Şamaxı hesabı bərabərləşdirir. İstədiyi qolu 75-ci dəqiqədə vurur Şamaxı futbolçuları. Sezar Enrique fərqlənir. Hesab bərabərləşir Şamaxı şəhər stadionunda. Baxırıq. Bir qarışıqlıq var idi orada. Topu tora bax bu şəkildə qovuşdurdu Sezar. Başla ötürmə Apollinario'dan. Ayaqla zərbə Sezar Enrique'dən. 1-1. Oyunun sonları çox maraqlı olacaq. İndi korneri yerinə yetirmək olar. Ötürmə. Qapı qarşısına. Başla zərbə. Və gol! Vincent Abubakar! Gol, 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 gol! 2-1! Abubakar! Təkrarına başla zərbə gəldi Abubakardan. Dumanda gol çıxartdı Dumandan Abubakar. Rüfət Abbasov onun önünü kəsməyə çalışırdı. Kurçinin etirazı bununla bağlı idi. Neftçi futbolçularının etirazı bundan yana idi. Qərar dəyişməyib. Cərmə zərbəsi Şamaxı lehinə. İşarə də gəldi. Ötürmə. Cərmə meydanı daxilinə Arslan Ağcıbəyov. Mustafa Sek. Abubakar. Qarışıqlıq. Qayda pozulub. Vincent Abubakar deyil. Mustafa Sek'di yerdə qalan, yerə yıxılan futbolçu. Artırılan 4-cü dəqiqə oynanılır. Baxırıq biz də epizodun təkrarına. Bəli, Mustafa Sek topa ilk olaraq çatırdı. Ona qarşı Sezar Enrique qaydanı pozdu. Neftçi deyəsən qələbəni qoparır, 3 xalı götürür Şamaxı səfərindən. VAR monitoruna gedir, gördüyüm və bildiyim qədərilə, bəli. VAR-dan nəsə xəbər gəldi maçın baş hakiminə. Baxaq biz də. Biz də baxırıq. Nə baş verib orada? Sezar Enrique Mustafa Sek mübarizəsi. Qərar maçın baş hakimindən. Penalti! Oy oy oy! Bu necə bir sonluq, bu necə bir qarşılaşma. Sarı vərəqə qaydanı pozduğuna dirsək zərbəsi indirdiyinə görə hava mübarizəsi zamanı Mustafa Sek'e göstərdi. Bax burada. Bax burada Mustafa Sek qaydanı pozdu. Sezar Enrique'ye qarşı. Bunu bildirir maçın baş hakimi. İşarə gəldi. Rossi Piriç'e qarşı. Kərim Rossi. Kərim Rossi. Rossi! 2-2. Şamaxı hesabı bərabərləşdirdi. Kərim Rossi hesabı bərabərləşdirdi. Bəlkə də Şamaxını məğlubiyyətdən xilas elədi. Artıq bu ifadəni deyə bilərik. Neftçinin texniki zonasında. Sarı vərəqə, qırmızı vərəqə. Kimə? Görmürəm. Görünmür. Neftçi tərəfindən kiməsə qırmızı vərəqə göstərildi. Məşqçilər heyətindən. Bəli, məşqçilər heyətindən. Şərhi sizə buraxırıq və oyuna köklənirik. Oyunun sonlarına köklənirik. Etirazlar isə davam eləyir Neftçi tərəfindən. Və bu da qarşılaşmanın final fiti. Kamran bəy Rəhimov oyunu bitirir. Neftçi Şamaxı görüşündə qalib müəyyənləşmir. Şamaxı 2, Neftçi 2. Şamaxıdan isə yayımımız yekunlaşır. Sağ olun, salamat qalın.